Məşdağa kəndinin ən qədim janrlarından biri meyxana olur. Yəni bizdə toylar meyxanasız keçməyir. Bizim toyların gözəlliyi meyxana olur. Daha ki, oğlan olur, durub ayağa zakas verib mahnı oynamaya. Ona deyiblər, qıqaş, otur bir daha gözlə. Deyib, ne üçün? Deyiblər, onu bilirsən ne üçün? Sənin o zakas verib oynadığın mahnı var ha, onu radyoda da işlədik. Ne bilim, toyda da işlədik. Oxuyanlar da çoxdur, hər dəfə zakas verib işlə bilərik o mahnını. Ancaq meyxana belə bir şeydir ki, meyxanada hər dəfə təzə söz deyilir. Xalqa bu saat təzə söz lazımdır, xalqa yenilik lazımdır. O demək də öykələ düşəsən ortaya 3 saat, tərəkəmə oynayırsan, hop-stop oynayırsan, bacarırsan yenilik çıxart ortaya. Mən demirəm, oynamaq da lazımdır, amma qaydasında. Əgər yenilik varsa, əgər təzə söz eşitmək istəyirsinizsə, onu da ancaq meyxanada eşidə bilərsiniz. Çünki bu oxuyanlar hamısı keçmiş mahnılar oxuyur. Və bu da bir də zakas verək bizim qardeşimizə, Süleymanı çal, onu kim eşitməyir? Ya hop-stop çal, ya ne bileyim, tərəkəmə çal, ya obursunu çal, bubursunu çal, hamısı eşidir. Ancaq meyxana var ki, onu mən də deyəcəkəm, heç kim eşitməyib, qoy eşitsin, bilsin. Vallahi o eşitsə, özü də məni istəyəcək. Sabah deyəcək ki, hələ meyxana olsun. Bizim bax, buna görə toylarımızın, bizim Məşdağa kəndinin toyları meyxana ilə, şairlərlə. Bir də ki, şairlər oxuyandan nəyə görə seçilib? Oxuyan belədir ki, kimsə yazıb, oxuyan oxuyur. Ondan nə gedir? Kimsə yazıb da mahnını, oxuyan oxuyur, əzbərliyir, çıxır oxuyur. Amma şairlər əzbərləmədən, heç kim buna yazmadan, bax, mən özüm heç bilmirəm, indi nə deyəcəm, bax, çıxmışam hələ biri mən. Məndə o ki, bədahətən gələcək, deyəcəkəm, bu gözəldir. Bəlkə buna alqışlayək bu söhbəti. Allah canı sağ olsun. Yəni ki, şair nə deməkdir? Şair xalqın yanandır. Şair xalqın oduna yanandır. Şair gördüyünü deyər. Bəzi şairlər var, görürsən ki, indi bizim dilimizdə də o, görürsən ha, uyan-buyan deyirlər öz işini xatirinə. Ancaq Məşdağadan hələ şairlərlə promoy deyir. Dal ağacından da qoxmurlar, ne bilim, hardan da qoxmurlar. Nə var, onu deyirlər. Şair var, o deməkdir. Şair gərək milletin dərdini desin, şair gərək sözün düzünü desin. Bəli. Allah sizin canınız sağ olasın ki, hələ bu cümlə başa düşürsünüz. O da bizim fəxrimizdir. Yəni, sizin kimi başa düşənlər olmasaydı, mən nə deyə bilərdim? Kim mənə qulaq asardı?